Vətənin islahı, ölkənin əmin-amanlığı insanın öz əqidəsini, mənhəcini və ibadətini düzəltməklə olur. İnsan özünü düzəldən zaman, özünü ibadətə, Allaha qulluğa, ondan sonra düzgün əqidəyə, İslama, imana yönləndirən zaman onun vətəni də düzəlir, əmin-amanlıqda olur. Allah Teala buyurur ki: "Va'adallahu'llezina amanu minkum ve amilussalihat la yastakhlifannahum fil ardi kema istakhlafallezina min qablihim." Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, necə ki sizdən əvvəlkiləri yer üzünün varisləri etdik, orada möhkəm etdik, sizi də yer üzünün varisləri edib orada möhkəm edərik. Allaha iman gətirmək, yaxşı işlər görmək. Uca Allahın kitabı Qur'ana, Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmaqla vətən əmin-amanlıq içərisində olur. Gündə 5 vaxt namazları qılmaq, məscidlərə gedib gəlmək, böyüklərə hörmət etmək, qonşular ilə yaxşı olmaq, Allahın kitabını oxumaq, zikirlər, dualar ilə vətən inkişaf edir. O vətən həm daxildə olan düşmənlərdən, həm də xaricdə olan düşmənlərdən qorunur. Uca Allah buyurur ki: "Vələv enne əhlel qura amanu vettaqav lefetahna aleyhim berakatin mine's-semai vel-ard." Əgər bir ölkənin əhalisi Allaha iman gətirib Allahdan qorxsalar, Allah Teala onlar üçün göylərdən və yerdən ruzi, bərəkət qapılarını açar.